Gəlin baxaq maraqlı faiz məsələsinə. Sualda deyir ki, məhsulun qiymətini 25% artırdılar. Yeni qiyməti necə dəyişsə, məhsul əvvəlki qiymətinə satılar. Məhsulun qiymətini gəlin 100 ilə götürək. İndi bunu 25% artırıblarsa, yeni qiymət olur 125 manat. Elə təsəvvür ki, məhsulun qiyməti 100 manatdır. Bunu 25% artıranda 125 manat olur. Və artıq biz yeni məhsulumuzun qiymətini 125 manatı 100% qəbul edirik. Bax, bu 125 manatlıq məhsulun qiymətini neçə manat azaltsaq, əvvəlki qiymətinə satılar 25 manatda, 125-dən 25 çıxanda 100 olur. 25 manata yazırıq x. Və çarpaz vururuq tənasübün qaydasından, düzümü tənasibdir. 125-i x-a, 25-i 100-ə vururuq. O da eləyir 125x bərabərdir 2500. 2500 də 125-ə böləndə x-in qiyməti 20% olacaq. Beləliklə, doğru sualımız 20% olacaq. Gəlin, indi növbəti suala da baxaq. Növbəti sualda isə deyir ki, məhsulun qiymətini bu dəfə 20% azaltdılar. Yeni qiyməti necə dəyişmək lazımdır ki, əvvəlki qiymətə satılsın? Biz 100 manatdan bu dəfə 20-ni çıxırıq, çünki qiyməti azaldıblar. Yenə məhsulu 100 manat götürürük və bu yeni qiyməti 80 manatı 100% qəbul edirik və 80 manatı neçə manat artırsaq 100 olar? 20 manat. 20x yazırıq. Yenə çarpaz vururuq, düz mütənasibdir. 80-i x-a, 20-ni 100-ə vururuq. 20-ni 100-ə vuranda 2000 eləyir. 2000-i də 80-ə böləndə x-in qiyməti olacaq 25%. Beləliklə, testin düzgün cavabı olacaq burada 25%.